Azərsportun bugünkü qonağı təqdimata ehtiyacı olmayan Ağasəlim Mircavadov. Ağasəlim müəllim, keyfiniz necədir? Şükür Allaha. Təki. Ağasəlim müəllim, yəqin razılaşarsınız da bu son mövsümün ən maraqlı oyunu əlbəttə ki Sabah Qarabağ idi. Sabah Qarabağ qələbə qazanaraq qış çempionu oldu. Necə qiymətləndirirsiniz Sabahı və sonra da Qarabağdan danışarıq? Ümumiyyətlə çempionatımız bu il artıb. O birisi ilə nisbətən. Birinci, niyə artıb? İki klubun artmağına görə. Çünki biz bunu çoxdan deyirdik ki, iki klub artmalıdır. Yəni Azərbaycan səviyyəsində 10 klub azdır. Məsələn, 2 klub da olmaz. Yəni bu 2 klubun artımına görə çempionatda mübarizə daha da artıb. Demirəm ki, inkişaf yüksək səviyyədədir, amma mən deyərdim ki, çox klublarda Avropa tipli oyunlar var. Ola bilər ki, stabil deyil. O ola bilər. Stabil olmamağa cəhət birinci bizim stadionlarımızdır. Çünki stadionlarımız Azərbaycanda, əsasən bölgələrdə bu yox dərəcəsindədir. Bakının özündə də stadionlarımız çox azdır və əksəriyyət süni örtükdür. Bu da mən deyərdim ki, çox ziyan vurur bizim futbola, inkişafa, uşaqların oynamağına həddindən artıq ziyan vurur. Yəni çempionatın inkişafı komandaların sayı olmağı məsləhətdir. Hətta mən deyərdim ki, burada mən deyərdim ki, Futbol Federasiyası düzgün qərar verdi və o qərar da yaxşı idi ki, 2 klub artsın. Mən istərdim ki, heç olmasa 1-2 ildən sonra 2 klub da artsın. Məsələn, 14 olsun. 14. Amma bir şərtim var. Mən bunu həmişə deyirəm, niyə? Klubların stadionları olmalıdır. Stadionun klubu olmayanı mən başa düşürəm ki, heç birinci liqada lazımdır buraxma, ikinci liqada. Çünki bizim inkişafımız başlayır aşağıdan, yuxarıdan yox, aşağıdan. Uşaq futbolu, ikinci liqa, birinci liqa və Premier liqa. Bu Premier liqa ilə birinci liqanı yaxınlaşdırmaq mütləq. Çünki oradan çıxan heç olmasa bir 60-70% hazır vəziyyətdə gəlsin Premier liqaya. İkinci liqa isə birinci liqaya yaxın olmalıdır. Bunun üçün də mən deyərəm ki, bizdə bölgələrdə stadion olmalıdır. Sabaha qaydanda, Sabah qış çempionu. Mən də gələcəyəm ora. Çünki bu oyunlar bir daha göstərdi ki, il boyu heç olmasa 50% Sabah Qarabağ oyunu kimi olsa, mən deyəm ki, inkişaf həddindən artıq yüksək ola bilər. Oyuna gəldikdə isə Sabaha mən avqustda mən olan oyuna fikir verdim, gedib baxırdım. Hiss olunurdu ki, komanda hələ istədiyi, baş mətin istədiyi komanda deyil. Oyunçular ola bilər ki, eyni olsun. Amma dəyişiklik var. İndiki halda əsasən mən deyərəm ki, Sabah 5-6 oyunu yüksək səviyyədə oynayır. Yəni, bilirsiniz, bizdə qanun var. Oyunun var, xal olacaq. Oyunun bu yoxdur, təsadüf olacaq xal. Mən deyəm ki, 6-7 oyun ki, qələbə oldu Sabahda, hamısı oyunla oldu. Yəni, oyunun hesabına mən deyərəm ki, layiqincə oynadılar. Qarabağa gəldikdə isə, bilirsiniz, Qarabağ top klubdur. Mən ona belə sayıram. Çünki niyə?
gör neçə illərdir Avropada oynayır. Əsasən də bu ilki onun Çempionlar Liqasına çıxışı həddindən artıq yüksək səviyyədədir və nə oyunlar oynayıb bıçağacan, hətta axırıncı oyunu məsələn Ajaxla oynadı. 65-70-ci dəqiqəyəcən Qarabağ üstün idi. Hətta hesabda da irəli idi və oyunla üstün idi. Mən ancaq oyunu gətirirəm. Çünki oyun olan yerdə orada hər şey düzəlmək olar. Səhvlər olacaq. Bir var ki, komanda səni məcbur edir səhv edəsən, bir də özün səhv edəsən. Amma hal-hazırda Qarabağ Ajaxdan sonra mən deyərəm ki, psixoloji duruma düşdü. Məsələn, Sizcə niyə bəlkə o 12 dəqiqəyə buraxılan 3 qolun təsir oldu? Bəli, həmin o qollar onları biraz sarsıtdı. Bu adi bir şeydir. Bu həmişə olub. Belə hadisələr olub. Amma yenə onun qabaqdan hiss eləyəsən, qabağını alasan. Bayırsan məni. Ona görə də Qarabağ mən deyərdim ki, məsələn, çoxsu deyir ki, yorulurlar oyunçular. Mən elə düşünmürəm. Onlar psixoloji yorulublar. Çünki psixoloji durum həddindən artıq böyük önəmdir. Aslan müəllim, sizə elə gəlmir ki, psixoloji düzdür, razıyam sizdən. Məhz psixolojinin izahını versə belə bir şey verə bilər idi. Elə bir ki, Qarabağ komandası Çempionlar Liqasında Benficanı udur, Kopenhagen udur, şöhrət, hayküy, təriflər, İspaniya uduzur, tənqidlər. Təzdən Chelsea ilə heç-heçə oynayır, təzdən təriflər gəlir, təzdən Ajax-a uduzur, təzdən tənqidlər. Yəni elə bir ki, müsbət mənfi və oyunçular çaşıb qalırlar ki, bu nədir? Həm də ki, həddindən artıq çox təkliflər. Yankovic istəyirlər, Andradanı istəyirlər, Bikalyonu istəyirlər. Mən sənim ki, bu da bir amildir. Mən səndən razıyam. Çünki hətta bu yaxınlıqda Qurban da, müəllim də o sözü dedi ki, hələ çox olmayan şeyi bu yazırlar ki, onu istəyirlər, bunu istəyirlər. Bu oyunçulara təsir edir. Bu olacaq. Mən onun üçün bayaq dedim ki, Qarabağ top klubdur. Qarabağ hər şey hazır olmalıdır. Onun üçün də onun iki planı olmalıdır. Birinci A planı öz heyəti, B planı hazırlıq oyunçular. Biri getdi, obursu onun yerinə gəlməlidir. Çünki imkanları da var. Bu əsas A. Çünki hər şey imkandan asılıdır. İmkanları da var. Maşallah özləri də Avropada oynayırlar. Maliyyə cəhətdən də Avropadan gəlir, çox yaxşı gəlir. Yəni onun söhbəti yoxdur. Amma hal-hazırda o oyunçular ki, oyunçular gör neçə ildə oynayırlar Avropada. Bayırsa məni, onlar özləri düşünməlidirlər ki, euforiya qatmaq hələ tezdir. Bayırsa məni, hələ tezdir. Bəli, ola bilər hansı oyunçu, hansı klub istəyir, imkanlı klub istəyir. Bu qanuni bir şeydir. Çünki əgər klub oyuncu arasında biznes deyirlər də, almaq, vermək olmasa o klub inkişaf da edə bilməz. Bu adi bir şeydir. Ona görə də ola bilər, mən sənə razıyam ki, həddindən artıq bu çox yazırlar ki, oyunçunu istəyirlər, bu oyunçunu aparırlar, bu oyunçunu istəyirlər. Yəni bu da şərtdir. Amma yenə də gəlir çıxır psixologiyaya. Azam, siz olsaydınız Qarabağın bugünkü baş məşqçisi, oyunçularla nəyi dəyişərdiniz? Valla birinci orada olan məşqçi korpusu, baş məşqçi Qurban müəllim özü də öz işini bu yaxşı biləndir, təcrübəli məşqçidir. Hal-hazırda o özü də bilir ki, nə etmək lazımdır, bayırsa məni. Burada bilirsiniz, hal-hazırda məndə də olub belə hadisələr. Təkçidə işləyəndə, hətta Şəmkirdə hələ də şərait yox idi. Hələ mən bir düşmüşdüm. Hətta Xəzər Lənkəramda işləyəndə məndə 2-3 oyunçu belə bir vəziyyət düşdü ki, hətta Azərkeş də məndən xahiş edir ki, nəsə onlar ağır oynayırlar, bəlkə onlar istirahat verəsən. Dedim, yox. Çünki o oyunçular ki, heyətdə oynayırlar və oyunçular o oyunçuya inanırsa, o oynamalıdır. Bayırsan, oynam.
həmin bu stresi oyunla çıxarmaq lazımdır. İndi hal-hazırda fasilədir. Mən başa düşürəm ki, fasilədə fərdi plan onlara veriblər. O hansı çəki ilə ki gedirlər, hansı çəki ilə gəlməlidirlər, bu qayda beləncədir. Və oyunçular özləri aktivdirlər də idman hərəkətləri ələmi, üzmək. Yəni futbolda bir arada bir həftə, bir 10 gün uzaq olmalıdır başqa idman növlərindən ki, özlərini hazır eləsinlər, fikirləri dağılsın. Yəni bu istirahət belədir ki, hətta bizdə belə bir söz deyirlər ki, istirahət get, yeyə, iç, baxışla məni uzaq. Bu istirahət deyil. Aktiv istirahət lazımdır. Gezmək, üzmək, başqa idman növlə hərəkət eləmək, cəmaatla bir olmaq. Çünki bütün bu şeyləri çıxarmaq lazım. Beyin təmizlənməlidir. Və məşqə də birinci gün gələndə də, məşqə gələndə beyin tam sakit halda gəlməlidir ki, öz işi görəsən. Ağasəməd müəllim, siz Qarabağın bu il Çempionlar Liqasında ev oyunlarından hansındasa olmusunuz, getmisiniz oyunlara, yoxsa evdən baxırsınız? Evdən baxırdım. Evdən baxırsınız. Nəcə getməmisiniz? Bilirsiniz, stadiondan baxanda sonra biz lojada otururuq. Uzaqdır, meydançadan uzaqdır. Sən məni. Evdə televizordan Mən hiss eləmirəm onu. Gəl onda mən oturam lap yaxında 7-8-ci rəddə oturam belənçə baxanda da. Amma televizor belədir ki, bir epizodu 2-3 dəfə verəndə adam analiz edir. Bir də oyunçuları yaxından görürsən. Yaxından görəndə onların üzünə baxıram, sinələrinə baxıram ki, nəfəs necə alırlar. Məni çox vaxt hiss olunur ki, oyunçu yorulub, ağır alır nəfəs. Ürək tez-tez işləyir. Bunu hiss edirsən ki, görürsən. Ona görə də burada indiki halda əvvəlcə biz gözlərimizlə biz analiz edirdik. İndiki halda mən deyəm ki, aparatlar var ki, o sənə işarə eləyir ki, oyunçu bu yorulub. 60-cı dəqiqə, 70-ci dəqiqə oyun dəyişməyir. Azəm müəllim, maşallah Qarabağda çempion eləmisiniz, Neftçində çempion eləmisiniz. Olubmu ki, sizi dəvət ediblər ki, gəlin bir ağsaqqal kimi qonağımız olun, bazaya deyin, bir futbolçulara deyin. Yox, hələ şey olmuyor. Toxunurmu o sizə ki, Bir söz biraz unutqanlıq var? Bizə şey eləmirəm, incimirəm. Çünki mənənçi bir insan deyiləm ki, incimirəm. İndi hamısının bir işi var, hər məşqçi özünə görə bir şeydir. Amma bu Neftçidən axır vaxtlar bir mən yox, orada oynayan oyuncuların əksəriyyəti, yəni indi işləyən də var, işləməyən də var, veteranlar desək belə baxanda. Çünki bu daha bizim klubumuzdur. Hər bir insan, məsələn, mən orada doğulmuşam, orada oynamışam, orada işləmişəm, ölsən məni, orada ürəyimi, xəstəliyini orada tutmuşam, ölsən məni. Yəni, veteranları yığmaq, həddindən artıq. Məsələn, mən işləyəndə, mən çalışdım ki, veteranlar da gəlsin. Hətta mən bu Neftçidə işləyəndə, deməli, biz ayda bir dəfə azərkeşlərlə veteranlar görüş eləyirdik. Görüş eləyirdik, oyuncularla bu ünsiyyətdə olsunlar. Çünki bu vacib amildir. Həm azərkeş öz sözünü deyə bilir, normalini deyə bilir, qulaq asır. Həm də oyuncu başa düşür ki, bu azərkeş üçün oynayır. Bu bir. İkinci də o köhnə oyuncularımız var. Onlar futbol söhbəti eləyəndə başqa nüanslar da çıxır orada. İnsanlıq nüansı, məşqin hazırlamaq nüansı. Onlar da bir var ki, baş məşqçi bunu deyir. Məsələn, mən həm məşq xırdalayıb deyirəm mən. Amma bir də var ki, ayrı oyuncular, orada oynayan oyuncular çoxdan oyuncular onlar deyir ki, burada belə eləmək lazımdır, burada bu işləmək lazımdır, biz sizə inanırıq. Hal-hazırda bizdə belə bir şey yoxdur indi. Biz hələ ki, bizdə Neftçidə ayrılıqdır. Hətta indi bəzən uşaqların 60-65 yaşı oldu. Dəvət əli ilə bir mayka verirlər, qutardı 7. Hələnçi olmamalıdır axı. Hələnçi olmamalıdır. Çünki 10 il, 15 il orada oynayıb bu adam.
Ola bilər ki, SSR dönəmində ola bilər. Düzdür, o da Bu məlum şey, amma SSR dönəmində olan futbol bambaşqa idi. İndi Neftçinin oyunu haqqında nə düşünürsünüz? Oyunu haqqında bilirsiniz, mən bir şeyi analiz eləmişəm. Doğrudan da gəlib belə bir özümdə ki, bir məşqçini dəvət eləyəndə, bir məşqçində əvvəl bizdə nə idi? Əvvəl tanıyırdılar, yerli məşqçiləri tanıyırdılar, söhbət eləyirdi, bilirlər ki, bu nəyə qadirdir, dəvət eləyirdilər. İndi xarici məşqçini, bəli, ola bilər ki, hamısının öz uğuru olub, onun söhbəti yoxdur. Amma Azərbaycanda işləmək bambaşqadır. Həddindən artıq bambaşqa. Burada olan futbol, burada olan futbola qayğı, indiki halda azarkeş. Məsələn, Neftçinin indi əvvəl bizim baza, yəni qaldığımız yer bu yaxın burada idi. Afanın yanında idi. Ha. O baza deyildi. O biraz obşiri fason idi. Heç nə yox idi orada. Amma normal idi. Yəni, bir otaqda 3 nəfər, 4 nəfər qalırdıq. Onda mən deyim sizə ki, ürək bir-birindən lap yaxın idi. Ünsiyyət var idi. Mərdlik var idi uşaqlarda. Çünki o mərdliyi mən MDB turnirində bütünlüklə gördüm. Bayırsan mən. Yəni şahidi oldum. Mən daha heç nə. O həmin oyunçular. İndi isə maşallah bu Neftçinin hər şeyi var. Vallahi mən olmamışam bazada. Soruşmuşam. Deyir hər şey var. Meydançalar otoriti 2-3 dənə sonra yüksək səviyyədədir. Bayırsan bu vacib amildir. Bir var ki, avtobusa oturub gedirsən harasa. Bir də var ki, bazadan çıxan kimi yanında da meydança işi görürsən, məşq qutardı, fərdi işləyirsənsə buyur, işlə. Yəni odakı məşqçinin əlaqəsi olmalıdır. Mən düşün, mən bunu eləyəcəm, olmaz. Bu mənada mən deyərəm ki, əsasən də bu rəhbərlik, indiki rəhbərlik, bəzən ki, veteranlardan uzaqdır. İstəmirlər. İndi ümid eləyək bu videonu görəndən sonra veteranlara salam deyəcəklər. Mənim istədiyim odur ki, bu Neftçi komandası adına layiq oyun oynasın. Bir olsun. Adına, bəli, rəhbərlik. Həmin o bayaqki söhbəti qaydaran ki, məşqçi dəvət eləyəndə, adətən qayda bələnçidir. Mən belə görmüşəm. İndi ola bilər başqa sistemdir. Amma mən belə görürüm ki, prezidentlə baş məşqçi bir olmalıdır. Ailə yaratmalıdır. Ailəni də bu yaradır birinci prezident. Əgər prezident orada işləyirsə, ola bilər ki, prezidentin iş birliyi ayrıdır. O ayrı şeydir. Burada baş məşqçinin rolu həddindən artıq böyükdür. O ailə düzəlməlidir. Və klubda olan futbol məsələləri onun əmri ilə nəsə həll olunmalı. O və onun köməkçilərinin əmri ilə. Bu bələnçi olmalıdır. Bir etap olandan sonra, məsələn, mən nə edim? Mən həftəli məşqi oyunu qutarandan sonra izahat verirdim ki, burada belədir, burada belədir. O bura həftəyə nə hazırlıq görülməli. Bu etap olmalıdır. Həm oyuncu barəsində, həm yemək barəsində, həm qalmaq barəsində və s. Bazaya bir dəfə gedin. Yaxşı bazadır, qəşəng bazadır. Gedin. Yox, lap yaxşı. Divarlarda şəkillər, tarix, hər şey əladır. Yox, mən onu demirəm. Yəni indi hər şey var da, bayırsan məni. Bir dənə qalır oynamaq. Düzdür. Bu da oynamaqda, bir də ki, məşqçi dəyişikliyi tez-tez olanda heç bir şey olmayacaq. Bayırsan məni. Səbirli olmalıdır. Rəhbərlik səbir. Birinci, bu rəhbərlik gətirdiyi insana inanmalıdır. O inam da oyuncular hiss eləməlidirlər. 100%. Və inam oyuncularla baş məşqçi arasında inam olmalıdır bir-birlərinə. Onda iş gedər. Asəm müəllim, Xəzər Lənkəran haqqında çox söhbətlər gedir. Biri deyir bazanı satıblar, biri deyir stadion satıblar, biri deyir yox klub qayıdacaq, biri deyir yox qayıtmayacaq. Siz əlbəttə deyəcəksiniz ki, Xəzər Lənkəran lazımdır. Amma nə etmək lazımdır ki, Xəzər Lənkəran qayıtsın? Nə etmək lazımdır ki, gəlsin oynasın? Bəli. Nə deməli, icazə lazımdır və bu indi
bir daha sonra icazə kimdən, bu da böyük sualdır. Amma hal-hazırda o bölgədə futbol mütləq olmalıdır. Çünki o bölgəni futbola istəyi, inamı, arzusu həddindən artıq yüksəkdir. Həddindən artıq yüksəkdir. Məsələn, mən bu yaxınlarda mənə göstərdilər stadionu. Stadion dağınıq haldadır, o skameykalar dağılır, ot örtüyü bələnsi deyil. Amma hal-hazırda onu düzəlmək də olar. Çünki stadion hazırdır. Özə mən deyim ki, mən orada çalışanda hələ orada bir dənə də vardı, meydança vardı. Əlbəttə orada olmuşuz da. Biz orada məşq, o da ot örtü idi. Bir dənə də balaca ot örtü o üzrədə. Orada fərdi işləyirdik. Yəni qoruyurduq meydançaları. Hələ olur ki, səhər məşqinə 500 adam gəlirdi. 500 min nəfər adam gəlirdi. Mən məcbur olurdum. Xahiş edirdim stadionun direktorundan ki, biz də oraya gedib cəmaət. Çünki orada skameyka yox idi. Ayaq üstə dayanırdılar. Özə gündə vururdu. Onun üçün xahiş edirdim ki, biz gedək orada əliyə məşq, o cəmaət otursun. Yəni belənçi bizdə günlərimiz də olub. Amma hal-hazırda mən deyərdim ki, bir dənə fikirləş, əgər Tural Bayramov, Nəriman oradan çıxıb, həmin bu akademiyadan çıxıb, Xəzər akademiyasından çıxıb. Görün, neçədən uşaq hələ orada qalıb hələ, bayüsəməni. Yəni, orada futbola istək həddindən artıq yüksəkdir. Amma ora mütləq ora lazımdır. Komanda lazımdır. Azəm müəllim, klublarda çempionluqla yanaşı siz maşallah milli komandada işləmisiniz. Milli komandanın bu günü son mərhələ və qabaqdan gələn Millətlər Liqası, ümumiyyətlə elə bir ki, Azərbaycan azarkeşlərində, futbol azarkeşlərində bir fikir formalaşıb ki, milli kimə lazımdır, milli heç kimə lazımdır, milli pis gündədir. Bizimki ancaq klublardır, Qarabağdır, Neftçidir, Sabahdır. Biz milli kimə lazımdır? O düşüncə səhvdir. Həddindən artıq səhvdir. Çünki Azərbaycanı milli ilə tanıyırlar. Kim harada çalınır? Klub oynayacaq çalınmır, millidə oynayacaq çalınır. Mən işləyəndə 94-95-ci ildə indiki şəraitlə mən deyəcəm, buradan aya qədərdir. Aya qədər. İnanırsınız, bizdə mayka dəyişməyə qoymurdular. Bir mayka var idi. Yeməyimiz çox aşağı səviyyədə idi. Məşq prosesimiz yox dərəcəsində idi. Yəni, maliyyə cəhəti bu yoxdur. Həddindən artıq vəziyyət gərgin idi o vaxtda, bilirsiniz. İndiki halda klublar da birinci fikirləşməlidir ki, klub niyə görə oynayır? Yəni, oyunçunu milliyə hazırlaşmağa görə oynayır. Çünki bu qanunu belədir. İndiki halda, məsələn, limitin ləğv olunması, bir tərəfdən mən deyərəm ki, bu limitin ləğv olunması müsbət cəhətdir, hansı mənada ki, yerli oyunçular mübarizə aparsınlar xarici oyunçularla. Bu da inkişafın, ən əsas inkişafın növü budur. İkincidə, indi məşqçilər də başa düşməlidirlər ki, əgər millinin oyunçusu axırda 10 dəqiqə, 15 dəqiqə oynayırsa, bu da səhvdir. Amma səhv deyəndə ola bilər ki, mən deyərəm bilənsə. Amma klubun rəhbəri deyər ki, mənə nəticə lazımdır. Mən udmalı. Amma bir dənə fikirləşməlidir ki, axı bu yığmanın üzvüdür. Bu yığmaya oyunla gəlib. Məni oyunla gəlib. Biz bayaq indi sayırdıq. Yerli oyunçular çox az oynayırlar. Həddindən artıq az oynayırlar klublarda. Öz klublarında. Həddindən artıq. Yəni bu oyun praktikası az olan oyunçunun millidə oyunu necə ola bilər? Həddindən artıq ağırdır. Həddindən artıq. Ona görə də burada mən deyərəm ki, biz
bir əlaqə olmalıdır. Biz həmişə deyirdik ki, milli ilə klub arasında ünsiyyət olmalıdır. Klub oyuncunu verir milliyə, millidə oynayır və oyun qutarandan sonra milli raport verməlidir kluba. Kağız verməli ki, bu oyuncu bu qədər oynadı, yəni onun fiziki durumu, başqa işdə orada var da, o bilirlər onu, verməlidir. Bunu klub istəməlidir. Amma hələ klub var ki, mən şahidi olmuşam, istəmir. Oyuncu ilə maraqlanmır. Bayırsan məni, bu belə olmamalıdır axı. Bu klubla milli arasında ünsiyyət olmalıdır, oyuncularla bir-birlərinə ki, özə klub məşqçiləri fikirləşməli ki, əgər hansısa oyuncunu milliyə verirsə, onu hazır eləməlidir, fərdi işləməlidir oyuna. Budur söhbət. Qasım müəllim, bir də son sual. Hələ də istəyirsiniz işləyəsiniz klubda? Var elə arzular? Var, arzu var. İstək var, güc var, ağıl var. Amma bilirsiniz, nə deyim valla, bizdə axır illəri bir 10 ildə mən deyərdim, çox tendensiya yaranır ki, Sovetdən çıxmış məşqçiləri biraz saxlayan, istirahət eləsinlər, qoy təzə cavanlar gəlsin. Cavanlar bir-biri ilə işləyəndə heç bir artım olmayacaq. Bayırsın məni. Məsələn, indiki halda bizdə bəzi klublarda bu yaşlı məşqçilər də işləyirlər, xarici məşqçi. Məsələn, 12 klubudan bizdə 7 klub xarici məşqçidir. Yəni indi yerli məşqçilərimiz də maşallah var, işləyirlər. Cavan məşqçilər onlarla ünsiyyətli olmalı. Yəni biz işləsəydik, biz rəqabət olacaqdı. Birinci onlar bizdən nəsə öyrənəcəkdilər. Biz də onlardan bu nəsə gətirəcəkdik. Çünki öyrənmək mənim fikrimcə heç vaxt gec deyil. Bu qanunun bir şey. Çünki mən bunu özümdə aksiyom eləmişəm. Hələ cavan vaxtlarına, hələ məşqçilik alim. Çünki Moskvada oxuyanda və Şetada mən bir həftə Spartakda oldum. Beskov idi. Konstantin. Onun bir sözü vardı. Deyir ki, o söz həmişə mənim ürəyim. Deyir ki, heç vaxtı utanmayın ki, bu işi mən bilirəm. Nabarot. Əksinə, onu öyrənmək üçün soruşmaq lazımdır. Onu öyrənmək üçün fikirləşmək lazımdır. Öyrənmək heç vaxtı gec deyil. Amma vay o gündən ki, deyirsən bilirəm, amma bilmirsən, onda heç nə. Və o söz həmişə mənim yadımdır. Çünki o daha bir məşqçi olub. Hətta çünki onun danışığı, oyuncu ilə onun danışığı bambaşqa idi. İnanın mənə, bambaşqa. Sonra mən rəhmətli Əhməd Ələskərlə işləmişəm. Allah ona qəni rəhmət eləsin. Onun oyuncuya söhbəti, məşq prosesi bambaşqa idi. Biz hələ olurdu ki, ölü oyuncunu ayağa qaldırırdı. Bax, mənim sözümə görə. Ayağa qaldırırdı, sözlə, işlə, hərəkətlərlə. Oyuncu hələ hazırlaşırdı oyuna ki, yüksək səviyyədə. Yəni, bu vacib amildir. Bayırsan məni. Ona görə də indiki halda cavanlar olsun, mən etiraz eləmirəm. Amma cavanlar da bilməlidir ki, hələ öyrənmək lazımdır. İşləyə öyrənmək də lazımdır. Oxumaq da lazımdır. Harasa gedmindiki halda biz əvvəldə bizdə ağır idi də maliyyə cəhət harasa kluba gedəsən. İndi maşallah hər şey yüksək səviyyədədir. Ged, gəl, öyrən, bax, nə var, nə yoxdur deyirdi. Məsələn, internet indi hətta mənə çox təsir eləyir ki, Barcelona'nın bu ən yaxşı vaxtlarında çoxsu onların məşqini eləyirdi. Amma fikirləşmir ki, söhbət məşqdən getmir. Söhbət oyunculardan gedir. Söhbət məşqçidən gedir. Valla bir hadisə də danışır. Buyurun. O düşəcək yerinə 86-cı ildə 87-ci ildə deməli Lobanovski SSR çempionu oldu, sonra Kubkovu aldı, yəni Dinamo Kiyev. Qışda
bütün yüksək liqanın baş məşqçiləri ilə, Peruyla baş məşqçilər orada idi. Mən də orada idim. Bu çıxdı, danışdı. Ona biz danışdı, rejimi danışandan sonra bir söz dedi ki, ay mənim əzizlərim, bunu fakt kimi qoymayın ki, mən bu ilə mən işləyəcəyəm. O bu sözü deyəndə Çilin Politbüro da vardı orada. İdmanla naziri və onlar da oradaydılar. O durdu ki, yox, Valeri Vasilyevич, səhv deyirsən. Bu qanun olmalıdır bütün klublar üçün. Üzünü çöndərdi Beskova. Beskova da birinci rəhddə oturmuşdu. Dedi ki, mən düz deyirəm. Beskova dedi. Beskova dedi, yox, siz səhv deyirsiniz. Bir 200 adam vardı zalda. İnanırsınız, elə bir sakitlik oldu. Hətta bir şey olsaydı onun səsinə işlərdi. Bu da özü belə Politbyuronun üzvünə belə söz demək olar. Bu durdu ayağa ki, bu rejimlər bu yaxşıdır. Mən buradan bəzi şeyləri götürə bilərəm. Amma bu Spartakın oyunudur. Mən Spartakın oyununa bəzi şeyləri gətirə bilərəm. Ona görə də Labanovski düz deyir ki, bunu təmiz götürmək lazım deyil. Yəni, indiki halda mən deyirəm də, baxırıq, o məşqçi bura gətirir. Olmaz. Yəni, bizə yerlinin qədrini bu yerli bilir, dərdini də bilir. İmtihası o yerliyə də inanmalılar. Bizdə adətən yerli məşqçiyə inanmırlar. Mən bunu açıq deyə bilərəm sizə. Hələ SSR vaxtında inanmırdılar, indi də inanmırlar. Amma baxın o statistikaya, baxın ki, bütün nə uğurlar olub, hamısı gəlirli məşqçilərin hesabı. Hətta indi inansaydılar, gör nə olardı. Yəni, bu da var, başa üstənməni. Mənim ən əsası odur ki, mənim həyəcanlandıran, məni çox belə pis hala salan bu hərəkətlərdir. Yerli ilə xarici məşqçi bizdə üstündür. Həm maliyyə cəhətində, həm hərəkətində, həm söz deyəndə. Bu yerli məşqçi söz deyə bilməz. Belə kontrakt bağlayırlar xarici məşqçi üçün. Çıxardanda xarici deyir ki, mənim haqqımı verin, mən gedim. Bu qanundur. Bu yerli məşqçi deyəndə, elə şey olar. Bəs biz kişi sözü danışmışıq axı. Bizdə belə idi. İndi hansısa bu yerli məşqçi istəyir kontrakt bunu almağa, biraz çox qəribə gəlir. Niyə? Bundan geçiyor. Yəni, biz öncə bizim rəhbərlərdən çox xahiş edirəm ki, yerli məşqçilərə inansınlar. Və onların qayğısına qalsınlar. Asəm mənim çox sağ olun, çox maraqlı müsahibə idi. Sağ ol. Çox sağ ol.